Salam, hər vaxtınız xeyir olsun. 7-ci siniflər üzrə dərsliyin suallarına baxırıq. Deməli, 6.5 yarımbaşlığında bildirir. Naqilin müqaviməti nədən asılıdır? Yarımbaşlığıdır. İlk başda burada sarı çərçivə içərisində olan hissədə baxırıq. Bildirir ki, sizcə hansı şagird haqlıdır? Baxaq görək nəydən bəhs edir. İlk öncə burada Nicat sadə elektrik dövrəsi qurdu. O, lampanın daha parlaq yanmasını istədi. Deməli, Nicat nə istəyir? Lampanın daha parlaq yanmasını. Dostları bunun üçün ona bəzi təkliflər verdilər. Deməli, baxaq görək dostları nə təklif verir. Daha yaxşı keçiricidən istifadə et. Leyla daha doğru bildirir. Niyə? Çünki daha yaxşı keçirici cəryanın daha yaxşı keçməsinə səbəb olacaq və daha parlaq yanacaq. Azər isə bildirir ki, naqilin uzunluğunu artır. Deməli, biz nə bilirik? Bilirik ki, cəryan şiddətinin düsturu I bərabərdir U böl R'dir. Və naqilin uzunluğunu artırsaq, deməli şagirdlər, müqavimət nədir? Rho L böl S-dir. Müqavimət avtomatik artacaq. Naqilin uzunluğu artan kimi müqavimət artacaq və cəryan şiddəti orada azalmış olacaq və lampa daha az parlaqlıq qazanacaq. İkinci sualda bildirir ki, nə üçün elektrik xətlərinin, baxın bu hissədə bildirir ki, nə üçün elektrik xətlərinin çəkilməsində adətən mis və ya alüminium naqillərdən istifadə edilir. Bunun səbəbi budur ki, keçiricilik qabiliyyətləri var və bundan əlavə də bildirək ki, daha ucuz başa gəlir. Yəni, digər maddələr daha çox sərfiyyat tələb edir və mis və alüminium məftillər isə belə deyək, dəmirdən, tutalım ki, dəmirdən istifadə etsəydilər, dəmirin paslanma ehtimalı var. Bir neçə ildən sonra təzədən gərək məftilləri təzələsinlər. Amma mis və alüminium məftillər paslanmağa qarşı dözümlüdürlər. Naqilin, deməli, bu hissəyə baxırıq. Görək bizə burada nə bildirir. Naqilin müqavimətinin onun ölçülərindən asılılığını müəyyənləşdirilməsi. Ləvazimatlar ampermetr, qalvanik element, 2 ədəd naqil sıxacı, uzunluğu 20 cm olan bir qalın və uzunluğu 20-40 cm olan 2 nazik nixrom naqil. İşin gedişatı. Şəkildəki kimi açıq elektrik dövrəsi quruldu. Baxırıq görək nə baş verir. Müzakirə edin hissəsinə gəlsək, bu mavi rəngdə olan cədvəlin içinə baxaq. Birinci, naqili daha uzun naqillə əvəz etdikdə ampermetrin göstəricisi necə dəyişər? Az öncə izah etdiyimiz sualdakı kimi nə olacaq? Cəryan şiddəti müqavimətlə tərs asılıdır. Müqavimətdə uzunluqla düz asılıdır, L ilə. Uzunluğu artırdığımız zaman cəryan şiddətinin qiyməti və ampermetrin göstəricisi azalır. Deməli, naqilin uzunluğunu artırdıqda naqilin müqaviməti R bərabərdir Rho L böl S düsturuna əsasən artır. I bərabərdir U böl R düsturuna əsasən cəryan şiddəti mötərizədə yazırıq ampermetrin göstəricisi, azalır. Keçirik ikinci suala. Buranı təmizləyək. İkinci sualda bildirir ki, baxaq görək bizə nə deyir. Naqili daha qalın naqillə əvəz etdikdə ampermetrin göstəricisi necə dəyişər? Eyni ilə bayaqçı düsturdan istifadə edəcəyik. Deməli, naqili daha qalın naqil ilə əvəz etdikdə naqilin müqaviməti R bərabərdir Rho L böl S düsturuna əsasən S artır, müqavimət isə azalacaq. Niyə azalır? Çünki tutalım ki, naqil bu qalınlıqdaydı və bu naqili daha bir qalın naqillə əvəz etsək, burada N kəsik sahəsi başlayır böyüməyə. N kəsik sahəsi böyüdüyü üçün naqilin müqaviməti başlayır azalmağa. Və ampermetrin göstəricisi artır.
i bərabərdir u böl r düsturuna əsasən. I r-dən tərs asıldı və müqavimət azaldığı üçün cəryan şiddəti, deməli i r-dən tərs asıldı, müqavimət azaldığı üçün cəryan şiddəti artır. Üçüncü sualda bildirir ki, sizcə nə üçün ampermetrin göstəriciləri fərqli oldu? Baxaq. Deməli, üçüncüyə keçid alırıq. Üçüncüdə bildirdi ki, nə üçün ampermetrin göstəriciləri fərqləndi? Yazırıq. Naqili naqili daha uzun naqil ilə əvəz etdikdə, uzun naqil ilə əvəz etdikdə müqavimət artır. Mütərizə yazırıq. R bərabərdir rho L böl S. Naqili daha qısa, daha qalın daha doğrusu, daha qalın naqil ilə əvəz etdikdə müqavimət azalır. Cərəyan şiddəti artır. Ampermetrin göstəricisi artır. Keçək növbəti sualımıza. Deməli, burada bu sual səhifə 55-cidə olan hissədə birinci hissə təcrübəyə yönəlişdir, bu heç. İkinci hissədə isə bildirir ki, hansı halda ampermetrin göstəricisi daha böyük olar. Deməli, ikinci sualda bildirir ki, bizə mis və nixrom naqili növbə ilə birləşdirəndə mis naqili dövrəyə birləşdirdikdə ampermetrin göstəricisi daha çox olar. Ampermetrin göstəricisi daha böyük olar. Çünki misin müqaviməti daha kiçikdir. Müqaviməti daha kiçikdir. Həmin burada izahını verdiyimiz bu ikinci hissənin əslində müqavimətlər üzrə hissəsi, baxın bu 56-cı səhifədə verilib. Bu hissəyə baxsaq, sağa doğru müqavimət artır. Ən kiçik müqavimət gümüş, sonra mis, sonra alüminium, sonra isə nixromdur. Demək ki, bizə nixromla mis vermişdi. Misin müqaviməti nisbətən daha kiçikdir. Nixromda isə misə nisbətən daha böyükdür. Səhifə 57-də burada düşün, müzakirə et, paylaş hissəsində bildirir ki, rezistorlarda naqilin spiral formasında sarınmasının səbəbi nədir? Deməli, düşün, müzakirə et, paylaşda səbəb budur ki, naqili uzun formada istifadə etdikdə çox yer tutur. Spiral şəklində doladıqda daha az yer tutar və bu şəkildə daha çox naqil istifadə olunar. Bayaqki düstura gəlsək, rho L bölünsün S düsturuna əsasən. Sonra baxaq görək burada nə deyir. Öyrəndiklərinizi tətbiq edin hissəsində bildirir ki, Nigar şəkildəki kimi elektrik dövrəsini yığdı. Dövrənin A və B uclarına hansı naqili birləşdirdikdə lampa daha parlaq yanar? Müqavimət şəklinə fikir versək, bayaq yuxarıda maddələrə görə soldan sağa doğru getdikcə gümüş idi, gümüş. Sonra bizə verilənlərdən mis idi, sonra isə nixrom idi. Deməli, sağa doğru getdikcə R artırdı. Yəni, R-in bu xəttə fikir versək, R nə edir? Artır. Müqavimət artır.
İndi bir də i bərabərdir u böl r düsturunda r-in yerinə yazırıq. R bərabərdir rho l böl s. Gətirib yerinə yazsaq u rho l böl s. Burada olur u s bölünsün rho l. İndi cəryan şiddəti S ilə düz asılıdır və cəryan şiddəti L ilə tərs asılıdır. L ilə tərs asılıdır. Bizə nə lazımdır? En kəsik sahəsi böyük olan və uzunluğu kiçik olan hansı materialdan hazırlanan gümüş ya da mis. Nixron bizim işimizə yaramaz. Baxaq. Uzunluğu kiçik olan bir mis naqili var ki, Y variantında uzunluğu L-dir. Bir də S variantında var ki, uzunluğu L-dir. Gələk 2 S-lərə. A ilə B getdi. Çünki A ilə D daha doğrusu getdilər. Çünki S-dir bunların en kəsiyi. Yerdə qalır C və Y. İndi gümüşmü, mismi? Bura baxacağıq. Müqavimət cədvəlimizə, daha doğrusu qrafikimizə baxsaq, gümüşün müqaviməti daha kiçikdir. Sağa doğru getdikcə müqavimət nə olur? Artır. Demək ki, biz gümüşü götürsək, C variantında uzunluğu daha kiçikdir. Elə fikir versək, S 2S'dir. Çünki S ilə düz asılılıq var və L ilə isə tərs asılılıq var. Bir də gümüşün də müqaviməti kiçik olduğu üçün cavabımız olur C variantı. Azər şəklində kim elektrik dövrəsi qurdu və sürücünü sola doğru sürüşdürdükdə ampermetr və voltmetrin göstəricisi necə dəyişər? Ohm qanunundan istifadə edərək cavabınızı əsaslandırın. Baxaq. Deməli, sola doğru sürüşdürürsə, burada fikir versək, buradakı sürücü qolusu gəlib bura düşür və bu reostatın bu şəkildə, deməli, bu neçənci sualdır? 2-ci sualın A variantı. 2A. Deməli, burada, baxın, reostatı çəksək, sola doğru sürüşdürdüyümüz zaman, burada aktiv hissənin uzunluğu var ki, sola doğru sürüşdürəndə gəlir sürücü qolu harda durubsa, ondan sonraki iştirak edir. Yəni, təsəvvür edin ki, burada bu şəkildə belə bir dolaqlar var. Gətirib mən bura qoyduğum zaman reostatın sürücüsünü həmin sürücüdən birləşmə naqilinə tərəf olan hissə iştirak edir. Deməli, sola doğru getdiyimiz zaman rho L böl S düsturuna əsasən L azaldığı üçün nə olur? R də azalır. Yəni, uzunluq azaldığı üçün müqavimət də azalır. İndi sola doğru sürüşdürdüyümüz zaman nə olur? Naqilin aktiv hissəsinin uzunluğu azalır. R bərabərdir rho L böl S düsturuna əsasən naqilin müqaviməti azalır. Və müqavimət azaldığı üçün cəryan şiddəti artır. Cəryan şiddəti artır və sonra sürücü qolunu gətirib bu hissədəki saxladıq və müqavimət başlayacaq sabit qalmağa. R sabit qaldı və U bərabərdir I vurulsun R düsturuna əsasən. R sabit qaldığı üçün voltmetrin göstəricisi artır. Sabit qalır. I artdığı üçün U da artır. B variantına keçid alsaq, sürücünü sağa sürüşdürdükdə lampanın parlaq hissəsinin dəyişməsi qrafikin hansı hissəsinə uyğun gəlir? Baxaq, deməli, bu hissəni sildik. Qrafikə buradan fikir versək, ikinci hissəyə baxın, parlaqlığın azalma hissəsi var. Deməli, sualda bildirir ki, sürücünü sağa doğru sürüşdürdükdə lampanın parlaqlığının dəyişməsi qrafikin hansı hissəsinə uyğundur? Bayaqki şəkli, reostatın şəklini çəksək, bunu biraz uzun çəkək. Reostatın, baxın, sürücü qolu buradaydı və bu sürücü qolunu mən sürüşdürdüm sağa. Tutalım ki, getdim bu hissəyə və sağa sürüşdürdüyüm zaman aktiv hissənin uzunluğu başlayır artır. Yəni, artıq bu qırmızı sarğı olan hissəsi iştirak edir. Bundan geri sağ tərəfdə olan, biraz fərqli rənglə çəkim. Deməli, bu hissə isə iştirak etməyəcək. Yaşıl hissə iştirak etmir, qırmızı hissə isə cəryan keçməsində iştirak edəcək. Və bildirir ki, qrafikin hansı hissəsinə uyğun gəlir. Yazaq, ikinci hissə
hissə uyğundur. Səbəb budur ki, ikinci hissədə cərəyan şiddəti və yaxud lampanın parlaqlığı azalır, müqaviməti artır. Üçüncü suala keçid alırıq. Suyun çəndən boşaldılması təsvir edilib. Bir dənə bu hissəni silək. Eyni uzunluqlu, müxtəlif diametrli borulardan axan su miqdarları fərqlidir. Bu hadisə ilə müxtəlif müqavimətli olan naqillərin cərəyan keçməsi arasında oxşarlıq varmı? Deməli, baxsaq burada eyni bir qaba, eyni bir səviyyədə qoşulmuş fərqli radiuslu, diametrli borulardan axan suyun miqdarı fərqlidir. Oxşar və fərqli hallar, belə deyə də, müqaviməti, bu hadisə ilə müxtəlif müqaviməti olan naqillərdən cərəyan keçməsi arasında oxşarlıq. Baxaq, deməli, I bərabərdir U bölünsün R düsturudur. Tutalım ki, bir qalın naqil var. Bu şəkildə bir qalın naqil var. Bir en kəsiyi oldu bunun. Bir də bir nazik naqil var ki, bu ikisindən müqayisə edək də. İndi R-in düsturu da rho L böl S-dir. En kəsiyi sayəsini mən böyütdüyüm zaman nə olur? Müqavimət başlayır azalmağa. S-i böyüdən kimi avtomatik müqavimət azalır. Müqavimət azalan kimi də cərəyan şiddəti artır. Demək ki, nə imiş? Kiçik en kəsikli naqili en kəsiyi böyük olan digər naqillə əvəz etdiyimiz zaman naqilin müqaviməti azalır. Ondan keçən cərəyan şiddəti artır. Eyni ilə bu çəndən axan su kimidir. Bir tərəfdən nazik var. Nazik hissədən axan su qalın hissədən axan suya nisbətən daha azdır. Gələk öyrəndiklərinizi yoxlayın hissəsinə. Görək burada bizə nə bildirir. Naqilin müqaviməti nədən asılıdır? Birinci, naqilin müqaviməti onun ölçüsündən asılıdır. Ölçüsündən və hazırlandığı maddədən asılıdır. Dövrədəki cərəyan şiddətini, deməli, dövrədəki cərəyan şiddətini hansı iki üsulla tənzimləmək olar? Dövrədəki cərəyan şiddətini rezistor və reostatdan istifadə etməklə. Tənzimləmək olar. Reostatdan istifadə edərək tənzimləmək olar. Üçüncü sualda hansı cihazın iş prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına əsaslanır? Reostat. Niyə? Çünki reostat bu şəkildədir və bir sürücü qolu var. Bildirir ki, naqilin müqavimətinin onun uzunluğundan asılı olmasına. Burada sürücü qolunu sağa sola apardığımız zaman burada naqilin uzunluğu artıb azalır və müqavimət artıb azalır. Dördüncü sualda bildirir ki, sərbəst elektronlar neonlarla çox ya az toqquşduqda müqavimət böyük olur. Daha çox toqquşma zamanı müqavimət böyük olur. Toqquşmalarda müqavimət böyük olur. 5-ci sual. Nicat qurduğu dövrənin bir hissəsini birləşdirdiyi naqili daha
uzun naqillərlə əvəz etdikdə lampanın parlaqlığının azaldığını müşahidə etdi. Deməli, etdi. Lampanın parlaqlığının azalmasına səbəb nədir? Deməli, 3 dənə fikir versək burada. Üçüncüdə parlaqlıq azalır. Birinci, ikinci, üçüncü. Səbəb nədir? Səbəbi budur ki, səbəb daha uzun naqildən istifadə etdikdə müqavimət azalır, müqavimət artır, cəryan şiddəti azalır. Şiddəti azalır. Naqilin uzunluğunu sabit saxlayıb en kəsik sayısını daha böyük olan naqillə əvəz etsək, parlaqlıq necə dəyişər? Parlaqlıq bu A variantı idi, B variantı. Parlaqlıq artar. Niyə? Çünki cəryan şiddəti naqilin en kəsik sayısı ilə düz mütənasibdir. Cəryan şiddəti naqilin en kəsik sahəsi ilə düz mütənasibdir. Cəryan şiddəti artar. 6-cı sualda bildirir ki, Leyla maddələrin elektrik keçiriciliyini yoxlamaq üçün K və L uclarına növbə ilə eyni ölçülü mis və gümüş plastik çubuqları bağladı. Hansı halda lampa yanmaz? Bunun səbəbi nədir? Deməli, hansı halda lampa yanmaz? Plastik bağladığı zaman plastiklərdən bilirik ki, yük daşıyıcılar yoxdur. Dielektrikdir də plastiklər. Plastik dielektrikdir. Dielektrik olduğu üçün lampa yanmaz. Dielektrik yəni elektriki keçirtmək. B variantına gəlsək, hansı halda lampa daha parlaq yanar? Mis, gümüş. Bayaq yazdıq, gümüş müqaviməti daha azdır. Misin müqaviməti isə daha çoxdur. Ən böyük müqavimət isə nixrom idi. Deməli, misdən istifadə etdikdə misin müqaviməti az olduğu üçün daha parlaq yanar. Reostatın şərt işarəsi hansıdır? C variantında verilib reostatın şərt işarəsi. Baxsaq burada A variantında lampadır. A lampa. B reostat. B bağışlayın, rezistor. C reostat. D ampermetr. Y isə voltmetr. Belə, diqqətiniz üçün təşəkkürlər. Hələlik.